çoxdur? Niyə belə vəfasız insanlar çoxdur? Valla, həmin sevginin qədrini bilən yoxdur. Gələ saxta sevginlə sən alladasan. Gündə biri ilə gəzib sən dolanasan. Sevdiyi yalan danışasan. Vallah, bəlkə məhəbbət onda güclü olar. Həmin sevgi olmayanda. Mən də düşünürəm. Mən düşündüm birini sevim, birini seçim. Mən düşündüm bir insanla ömür sürüm. Mən başqası mənə gərək olmasın. Mən o insana məxsus olum. O insansa Allah'tı məni. O insansa Allah'tı məni, hansısa fitnaya uyub satdı məni. Amma o insan qəlbimdədir mənim. O insan ürəyimdədir mənim, o insanı silə bilmirəm. Çünki onu ömürlük salmışam ürəyimə. Neyniyim? Ata bilmirəm. O məni düşünməsə də olar. O məni sevməsə də olar, mənim sevgim bəs edər ona. Yanımda olmasa da belə, ancaq ürəyimdədir. Ancaq ürəyimdədir, hərdən ürəyimlə danışıram. Hərdən şəkillərinə baxır, xəyal qururam. Amma o xəyallar yarı yolda qaldı. Kimlərsə bizi ayırdı, məhv elədi. Hansısa insanlar sevgiyə qıyıb. Deyirlər sevgi azaddır. Heç azadlıq görmədim mən. Məhbus içində sevgi nədir? Bax, onu bildim mən. Məhbus içində olan sevgim mənə zərbə vuruldu. Amma mən atmayacam onu. Heç vaxt yad əllərə vermərəm onu. Çünki o mənim qəlbimdə bir məhəbbətimdir. Bunu ünvanlandırıram ünvanına çatan şəxsə. Adımı çəkmək istəyirəm. Bir vaxt mənə deyirdin, adımı çəkmə mənim. Soruşma məni. Mən soruşmuram, ürəyim soruşur səni. Mən soruşmuram, ürəyim soruşur səni. Çünki o ürəyin sahibi sən idin. İndi isə ürəyim dörd divar arasında çırpınır mənim.